Və bunu ayrılandan sonra paxlanıb və belə şəkildə içini təmizləyirik. Çıxardırıq. Və paxla zərif olması üçün bunun üstündə qabıq var. Zəhmət olmasa, bax, bunu görürsünüz. Baxın, bu paxlanın üstündəki bu qabıq soyulmalıdır. Çünki zərifliyi verir. Və bişəndə bu paxlanın üstündəki bu qabıq təmizlənməsə, bu pişmə vaxtı prosesində bu ayrılır və yeməkdə xoşagəlməz bir necə deyim, görüntü, dad demək olmaz, xoşagəlməz görüntü. Məsələn, adi noxud pişəndə də görürsünüz, noxudu pişəndən sonra barmağımızla eləyirik, yəni qabıq çıxır və içindəki noxudu biz başlayırıq yeməyə. Bu da eyni. Görürsünüz, bax, təmiz olundan sonra hökmən, fərq görürsünüz, bu deməli təmizlənmişdir və bu təmizlənməmişdir. Bu plonka qabığı hökmən çıxarmaq lazımdır. Görürsünüz nə qədər bu, yəni həm estetik, həm də ki dadcan bu düzgün deyil. Çünki bu qalındır. Bu necə adam yeyə bilər axı? Yəni çox hallarda bunu evdə xanımlarımız, professional aşpazlarımız hamısı, yəni bu paxla ilə işləyənlər düzgün bunu bilirlər ki, soyulmalıdır hökmən.